Yeni icra başçısının şəhəri abadlaşdırmaq istəyi yerli qruplaşdırmanın müqaviməti ilə üzləşib. Prezidentdən ciddi dəstəyi olan Fərəcov ona qarşı cəhbə açılmış mafiyanı zərərsizləşdirmək üçün hərəkətə keçib. Sumqayıtda son ayları başlanmış abadlıq işləri ciddi maraq və müzakirələrə səbəb olub. Məlumata görə bu şəhərə yeni icra başçısı təyin olunmuş Zakir Fərəcov təkcə bununla kifayətlənmək niyyətində deyil. O, Sumqayıtın küçə və prospektlərini, park və meydanlarını Sovet dövründəki vəziyyətinə qaytarmaq istəyir. Şəhərin mərkəzi küçələri daxil olmaqla bəzi ərazilərdə şəhərin baş planına uyğun olmayan və mimarlıq qaydalarını kobud şəkildə pozan magistral qaz, su, kanalizasiya borularının telekommunikasiya xətlərinin üzərində tikilmiş bir çox qanunsuz obyektlər fəaliyyət göstərir. Sumqayıtda aparılan yenidən qurma işləri haqqında mətbuatda getmiş məlumatlara görə yeni icra başçısı şəhərin görünüşündə də dəyişiklik etməyə start verib. Sülh küçəsi adlanan bu yol bulvardakı göyərçin abidəsinə kimi uzanır. Amma şəhərin içinə doğru sağ və sol tərəflərdə dükanlar, yaşa obyektlər tikilib. Deyilənlərə görə əksəriyyətdə qanunsuzluq. Bu obyektləri sökmək və sahiblərinə kompensasiya ödəmək ciddi vəsait tələb edir. Bu işləri sadə Sumqayıtlılar maraqla seyr edir. Xalq şəhərin mərkəzində geniş yer tutan və Sumqayıtın arqaqlarına məxsus obyektlərin, iri ticarət mərkəzlərinin bazarın köhnə vəziyyətinə qaytarılmasını istəyir. Sakinlər deyiblər ki, Univermaq zaman kimi tanınan Zaman İskəndərov, onun oğlu Nizami İskəndərov, həmçinin Karvan Ticarət Mərkəzinin müdiri Bazarkom Ağamirzə ləqəbli Ağamirzə Əhmədov uzun illərdir Sumqayıtı işğal ediblər. İndiyədək hər üç şəxs və onların ətrafı haqqında mətbuatda dəfələrlə yazılar dərc olunub. Həmin yazılarda faktlarla bu adamların qanunsuz əməlləri sadalanır. İskəndərovlarla yanaşı Ağamirzə Əhmədov da bu şəhərdən indiyədək milyardlar qazanıblar. Onların ən yaxşı işi cəmaatın hərəkət etdiyi yolu, dincəldiyi parkları, avtomobilini saxladığı dayanacaqlara zəbt edib yerində dükan, bazar tikmək olub, deyə Yeni Müsavatın əməkdaşına Sumqayıt sakinləri gilə ediblər. Cavid Ticarət Mərkəzinin ərazisi əvvəllər maşın dayanacağı olub. İndi həmin dayanacağın bərpa olunacağı haqda söz-söhbət dolaşır. Bunun üçün isə Cavid Ticarət Mərkəzinin sökülməsi labüddür. Bizimlə söhbət edən şəhər sakinləri dedilər ki, Sovet dövründə Sumqayıt Mərkəzi Univermağının qarşısı avtomobil dayanacağı olub. 90-cı illərin əvvəllərində Zaman İskəndərov müdir olduğu Univermağın qarşısında yarmarka üçün icazə alıb. Yarmarkadan müvəqqəti fəaliyyət növü sayılır. Yerli sakinlər bildirir ki, sonralar onun oğlu Nizami İskəndərov orada oğlunun adına yeni ticarət mərkəzi tikdirib. Özü də qanunsuz, heç bir sənəd olmadan. Məlumatlara görə Nizami İskəndərovun bu qanunsuz obyektinin sökülməsi haqqında məsələ müzakirə olunur. Aylıq dövriyyəsi yarım milyon manat olduğu deyilən ticarət mərkəzinin abadlıq işləri çərçivəsində söküləcəyi, köhnə vəziyyətə gətiriləcəyi istisna edilmir. Sülh küçəsindəki obyektlərin arasında Zaman İskəndərovun qardaşı, vaxtilə Təhsil Nazirinin müavini olmuş İskəndər İskəndərovun oğlu Rüfət İskəndərovun məxsus obyektlər də var. Corat qəsəbəsi istiqamətindən Sumqayıta qədər uzanan dənizkənarı yolun genişlənməsi üçün hazırlıq işləri görülür. Dəniz kənarındakı istirahət mərkəzlərinin standartlardan kənar tikilən hasarları çökülür. Standarta uyğun olan hasarlara ağlay üzlük vurulur. Məlumata görə həmin istiqamətdən də Sumqayıta yolun 8 zolaqlı çəkilməsi planlaşdırılır. Amma bu yolun çəkişində də bəzi problemlərin olduğu deyilir. Bəzi istirahət mərkəzlərinin sahibləri hasarların geri çəkilməsinə razı olmurlar. Hazırda bu istiqamətdə də problemlərin həll olunması üçün tədbirlər görülür.